Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Bugünkü videomuzda sizlərlə birlikdə 2025-2026 tədris ili ərzində formalaşmış ən son keçid ballarına nəzər yetirəcəyik. Bu videomuz sırf birinci qrup üzrə formalaşmış ən son keçid balları haqqında olacaq. Növbəti videolarımızda isə növbəti ikinci qruplar, üçüncü qruplar, dördüncü qrup və beşinci qruplar üzrə keçid ballarını ardıcıl olaraq paylaşacağıq. Və kanalımızda məlumatlardan, ən son yeni məlumatlardan xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olaraq videolarımızı bəyənə bilərsiniz. Cüd ixtisas seçimi ilə bağlı hər hansı bir sualınız varsa, videonun aşağısında şərh bölməsindən qeyd edə bilərsiniz. Eyni zamanda qeyd edək ki, 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla da ixtisas seçimi ilə bağlı suallarınızı, topladığınız balı, sizin üçün uyğun ola biləcək ixtisasları və s. kimi məlumatları əldə edə bilərsiniz. Eləcə də WhatsApp nömrəmizə yazmaqla ixtisas seçimimiz üçün qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək ki, bizim də ixtisas seçimi yüksək ixtisaslaşmış peşəkar müəllimlər tərəfindən aparılır. 10 ildir artıq sizinləyik və sizlər üçün fəaliyyət göstəririk. Qəbul ballarımız hər zaman maksimum olub, yəni ən aşağı balı toplamış abituriyentlərə belə qəbul ala bilmişik. Və sizlər də əgər topladığınız bala müvafiq olaraq ən dəqiq ixtisas seçimi analizi ilə ixtisas seçimi kodlaşdırma, konsultasiya prosesini istəyirsinizsə, bizim 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla ixtisas seçimi üçün öncədən qeydiyyatdan keçə bilərsiniz. Hər birinizə uğurlar arzu edirik. Videoyu keçdirməzdən əvvəl hər birinizdən xahişim odur ki, zəhmət olmasa kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz və ən yeni məlumatlardan anındaca xəbərdar ola bilərsiniz. İndi isə gəlin ilk olaraq Bakı Dövlət Universitetinə nəzər yetirək. Birinci qrup üzrə 2025-2026 tədris ilində formalaşmış ən son keçid balları Bakı Dövlət Universitetində fizika müəllimliyi ixtisası üzrə əyani əsaslarla keçid balı olub 387.2 bal, həm DS, həm də ödənişli əsaslarla qəbul kateqoriyası üzrə. Fizika müəllimliyi tədris ingilis dilində olduqda isə yenə də həm ödənişli əsaslarla, həm də DS üzrə 427.4 bal olub. Bir də əziz abituriyentlər, hər birinizin diqqətinə çatdıraq. Bizə hər il bu sual verilir ki, müəllim, tədris ingilis dilində nə deməkdir, niyə oxuyaq? Avantajları nədir? Hansı halda biz tədris ingilis dilində ixtisaslara qəbul ola bilərik? Əziz abituriyentlər, öncəliklə qeyd edək ki, sizin tədris ingilis dilində ixtisaslara qəbul ola bilməyiniz üçün buraxılış imtahanında ingilis dili üzrə 40 balı keçməyiniz lazımdır. Yəni 40 bal və üstü toplamalısınız ki, siz tədris ingilis dilində olan ixtisasları seçə bilərsiniz. Əlbəttə, müvafiq bal kateqoriyasında toplamısınızsa. Bu bir önəmli nüans. Digər önəmli nüanslardan biri isə odur ki, tədris ingilis dilində olan ixtisaslarda təhsil almaq sizə xaricdə təhsil zamanı prioritetlər qazandırır. Necə? Məsələn, tutaq ki, siz Bakı Dövlət Universitetində X bir ixtisası tədris ingilis dilində 4 il ərzində bakalavr səviyyəsi üzrə bitiribsiniz və siz magistra təhsil almaq istəyirsiniz xaricdə. Və bu zaman sizdən IELTS balı tələb olunur. Amma siz əgər tədris ingilis dilində ixtisası bitirmisinizsə və sizin diplomunuzda tədris ingilis dilində söz yazılıbsa, yəni ixtisası o üzrə bitiribsinizsə, bu zaman sizdən çox universitetlərdə IELTS balı tələb olunmayacaq. Niyə? Çünki siz 4 il ərzində Azərbaycanda bakalavrı və yaxud magistri ingilis dilində oxumusunuz və imtahanlarda ingilis dilində verirsiniz. Bu deməkdir ki, sizin ingilis dili üzrə yetərli bir bazanız var. Yəni bu baxımdan sizə prestij qazandırır ki, siz IELTS imtahanından azadsınız. Bilirsiniz, artıq IELTS imtahanı ilə bağlı kiçik bir dipnot verək. Belə ki, artıq bu ildən etibarən IELTS imtahanı Azərbaycanda paper-based yox, computer-based əsaslarla keçiriləcək. Yəni kağız üzərində yox, sırf kompüter üzərində veriləcək və imtahan üçün ödəniş isə 530 AZN olaraq müəyyənləşib. Bu da belə. Yəni, ikinci bir nüans isə ingilis dili əlbəttə ki, dövrümüz üçün xüsusi bir prestiji olan bir dildir. Yəni, istər Azərbaycanda olsun, istər xaricdə olsun, həm təhsil sektorunda, həm iş sektorunda ingilis dili bildiyi həqiqətən də öncəliklərdən biridir. Bu da sizin üçün belə kiçik bir məlumat olsun. Və informatika müəllimliyi ixtisasına gəlin nəzər yetirək. Keçən il üçün informatika müəllimliyi ixtisası Bakı Dövlət Universitetində həm ödənişli, həm də DS əsaslarla 307.3 bal olaraq formalaşıb.
Riyaziyyat müəllimliyi əyani əsaslarla 544,7 bal olaraq formalaşıb. Riyaziyyat müəllimliyi tədris ingilis dilində oxumaq istəsəniz əgər əyani əsaslarla 629,7 bal toplanmalı idi, yəni keçən il üçün. Bir də əziz abituriyentlər, qeyd eləyək ki, bütün bu ballar heç biri din tərəfindən təyin olunmur. Bu balların necə olacağı bu il heç kim deyə bilməz, ya qalxacaq, ya azalacaq. Bu tamamilə ixtisas seçim prosesinin necə aparılmasından asılıdır. Eləcə də tələbələrin topladığı baldan və illik rəqabət göstəricilərindən asılıdır. Yəni qeyd eləyək ki, ixtisaslar üzrə balları DİM yox, məhz tələbələr formalaşdırır. Necə formalaşdırır? Topladıqları ballarla ixtisas seçimi prosesinin düzgün aparılıb-aparılmaması ilə, hansı ki biz keçən il bu hallarla kifayət qədər rastlaşdıq. Belə ki, başqa yerlərdə tələbələr, abituriyentlər ixtisas seçimini edirdilər və yanlış ixtisas seçiminin qurbanı olurdular. Hətta 600 plus bal toplayan tələbələr, abituriyentlər belə kənarda qalmışdı. 500 plus toplayan abituriyentlər belə digər başqa yerlərə müraciət edib yanlış ixtisas seçimi səbəbindən kənarda qalmışdı. Hansı ki onlar bizə müraciət etdilər boş qalan plan yerlərinə qəbul üçün və biz də əlbəttə ki, həmin tələbələr üçün düzgün ixtisas seçimi ilə, əlbəttə ki, DİM-in standartları əsasında mövcud, belə deyək, əlçatanlıqla ixtisas seçim prosesini icra etdik və qəbul aldıq. Ona görə ixtisas seçimi sizin təhsil karyeranızın ən önəmli mərhələlərindən biridir. Çalışın ki, ixtisas seçiminə barmaq arası, sadə, sıradan bir proses kimi yanaşmayasınız. Bu ixtisas seçiminin düzgün aparılması sizin gələcəyiniz üçün özünüzə etdiyiniz bir investisiyadır. Yəni hansı ixtisası necə olur olsun, tələbə olum adı ilə yox, düzgün ixtisas, prioriteti olan, gələcəyi olan, xaricdə də, Azərbaycanda da böyük, belə deyək, avantajlar verə biləcək bir ixtisas seçmək əlbəttə ki, sizin təhsil karyeranızda, gələcəkdə iş karyeranızda sizin üçün böyük bir uğurdur. Ona görə də ixtisas seçiminin düzgün aparılması, düzgün karyera planlaması deməkdir ki, bu da sizin gələcəkdə uğurlarınız üçün fundamental rol oynayır. Buna görə də əziz abituriyentlər, ixtisas seçiminizi çalışın ki, düzgün ixtisas seçimi edən müəllimlərə deyək, etdirəsiniz və qeyd edək ki, ixtisas seçim prosesi bizim tərəfimizdən də həyata keçirilir. İxtisas seçimi onlayn qaydada həyata keçirilir. Çünki artıq belə deyək, biz sadəcə bir region üzrə ixtisas seçimi etmirik. Biz Azərbaycanın istənilən rayonu üzrə abituriyentlər üçün ixtisas seçimini icra edirik. Eləcə də magistrlar üçün ixtisas seçimini icra edirik və bizim üçün ən önəmli olan xidmətlərimizdən hər bir tələbənin, hər bir abituriyentin yararlana bilməsidir. Yəni xidmətlərimizin istənilən yerdən asılı olmayaraq, harda yaşamasından asılı olmayaraq hər bir tələbə, hər bir abituriyent üçün əlçatan olmasıdır. Yəni biz buna xidmət edirik. Və ixtisas seçimi üçün bizim WhatsApp nömrəmizə yazmaqla 070 742 2818 WhatsApp nömrəmizə yazmaqla bizimlə qeydiyyatdan keçə bilərsiniz. Fizika müəllimliyi üzrə Bakı Dövlət Universitetində, daha doğrusu fizika ixtisası üzrə Bakı Dövlət Universitetində keçən formalaşmış keçid balı DS və ödəniş əsaslarla hər ikisində 312,3 bal olmuşdur. Gəlin birinci qrupun prioritet ixtisaslarına nəzər yetirək, hansı ki tələbələr tərəfindən, abituriyentlər tərəfindən hər il önəm verilir. Bunlardan biri kompüter elmləri ixtisasıdır, hansı ki Bakı Dövlət Universitetində keçən il üçün bal 414,8 bal olmuşdur. Həm DS, həm də ödənişli əsaslarla. Bundan başqa gəlin informasiya təhlükəsizliyi ixtisası. Baxın, bu ixtisasda tələbələr, abituriyentlər tərəfindən ən çox deyək, diqqət yetirilən və ən çox tələb olunan ixtisaslar sırasındadır. Balı isə Bakı Dövlət Universitetində 552,5 bal olmuşdur keçən il, həm DS, həm də ödənişli əsaslarla. Digər bir ixtisas kimya mühəndisliyi ixtisasıdır. Kifayət qədər prestijli ixtisasdır. Keçən əyani əsaslarla Bakı Dövlət Universitetində ödənişli balı 417,7 bal, DS üzrə balı isə 437,1 bal olmuşdur. Bir də əziz abituriyentlər, qeyd edək ki, birinci qrup üzrə iki alt qrup var, yəqin ki bilirsiniz. RK alt qrupu, yəni riyaziyyat kimya alt qrupu və RI alt qrupu. Bu nə deməkdir? RK alt qrupunda siz riyaziyyat kimya yönümlü ixtisaslar üzrə təhsil ala bilirsiniz və 150 ballıq ixtisaslara da RK alt qrupundansınızsa əgər qəbul ola bilirsiniz.
Riyaalt qrupu isə riyaziyyat informatika yönümlü ixtisasları əhatə edir və burada ixtisas seçimi prosesində iştirak edə bilməyiniz üçün sizin buraxılış və blok ümumilikdə 200 plus balınız olması lazımdır. Yəni 150 baldan 200 bal aralığında toplamısınızsa, yəni balınız 200 plus deyilsə, siz və riyaalt qrupundasınızsa, ixtisas seçimində təəssüf ki, iştirak edə bilmirsiniz. Amma RK alt qrupundasınızsa, ixtisas seçim prosesində iştirak edə bilirsiniz. Yəni bu kimi nüanslar da var. Azərbaycan Dövlət Neft Sənaye Universitetinə gəlin diqqət yetirək. Azərbaycan Dövlət Neft Sənaye Universitetində keçən il üçün kompüter elmləri ixtisası üzrə formalaşmış keçid balı DS və ödəniş əsasları hər ikisində eyni olmuşdur. Yəni 452.8 bal olmuşdur. Deyəcəksiniz müəllimə, bəs necə olur ki, hər ikisi eyni olur? Yəni DS-də də eyni olur, ödənişdə də bal eyni olur. Bu abituriyentlərin seçimindən asılıdır. Yəni keçən il belə deyək, 452.8 bal toplayan belə deyək abituriyent həm DS əsaslarla yazıb kompüter elmlərini, həm də ödəniş əsaslarla yazıb. Yəni bəzən elə olur ki, iki tələbə, iki abituriyent də eyni balı toplayır. Ancaq biri bu ixtisasın DS olaraq kodlaşdırdığı üçün bu balla onun DS-sinə qəbul olur. Digər abituriyent isə 452.8 balla deyək, sadəcə ödəniş əsaslarla yazdığı üçün və önə yazdığı üçün o abituriyent ödəniş əsaslarla həmin ixtisasa qəbul olur. Və əgər ən son tələbə, yəni bu deyək kompüter elmləri ixtisası üzrə Bakı Universitetinə qəbul olan ən son tələbə DS kodlaşdırıb və 452.8 balla DS-yə qəbul olsa, yəni ən son o deyək sayı dolduran tələbə ən son tələbə 452.8 balla DS-ni birinci yazıb və ora qəbul olubsa, onun balı əsasında bu ixtisasın ən son keçid balı formalaşır. Digər bir tələbə isə 452.8 balı ödənişlisini yazıb və ödənişlər üçün ayrılmış plan yerlərində ən sonuncu olaraq qəbul olub deyək, bu ixtisaslarda DS və ödənişli üzrə keçid balı eyni olub. Aydındır necə? Baxın, gəlin də energetika mühəndisliyi ixtisasına baxaq. Keçən il 275.6 bal olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişli və DS üzrə keçid balı. İnformatik təhlükəsizlik ixtisası üzrə isə ADN-da, yəni Neft Sənaye Universitetində DS və ödənişli keçid balı 539.7 bal olaraq formalaşıb. İnformatik texnologiyaları ixtisası üzrə 513 bal olub. İnşaat mühəndisliyi ixtisası üzrə 313.1 bal olub, həm DS, həm ödənişli. Kimya mühəndisliyi ixtisası üzrə 441.1 bal olub. Kompüter mühəndisliyi ixtisası üzrə isə 451.4 bal olub. Həm DS, həm də ödənişli kurslarla əyani formatda. Materiallar mühəndisliyi. Baxın, əgər balınız aşağıdırsa və birinci qrupsunuzsa, siz bu ixtisası seçə bilərsiniz. Baxın, keçən üçün ödənişli əsaslarla balı olub 200 bal, DS əsaslarla balı olub 225.2 bal. Sonra burada neft-qaz mühəndisliyi ixtisasını görürük. Bu ixtisas da tələbələr tərəfindən, abituriyentlər tərəfindən ən çox seçilən ixtisaslardandır. Ödənişli və DS üzrə bal 477.3 bal olub. Daha sonra proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını görürük burada. Keçən il üçün 336.5 bal həm DS, həm də ödəniş əsaslarla əyani formatda keçid balı formalaşmışdır. Texniki Universitetə gəlin nəzər yetirək. Texniki Universitetdə kompüter elmləri ixtisası tədris ingilis dilində keçid balı olub 507.2 bal. Kompüter elmləri tədrisi Azərbaycan dilində keçid balı olub 399.3 bal. Cihaz mühəndisliyi ixtisası 200 bal ödəniş əsaslarla, 211.8 bal DS əsaslarla olub. Eləcə də bu ixtisasa subakalavr qəbulu da olub keçən il. Ödənişli əsaslarla 70.1 ortalama ilə qəbul olublar subakalavrlar. DS üçün isə 90.5 ÜOMQ ilə qəbul olublar. Texniki Universitetə informatik təhlükəsizlik ixtisası tədris ingilisində olduqda keçən keçid balı 561.9 bal olub, həm ödənişli, həm də DS üzrə.
İnformasiya təhlükəsizliyi tədris Azərbaycan dilində isə 477,9 bal olub, həm ödəniş, həm də DS üzrə. İnformasiya texnologiyaları ixtisası qiyabi əsaslarla isə 238 bal ödəniş əsaslarla, 239,2 bal DS əsaslarla olub. İnformasiya texnologiyaları əyani əsaslarla isə 435,6 bal ödənişli, 435,8 bal isə DS əsaslarla olub. Əziz abituriyentlər, videomuz bu qədər. Ümid edirəm ki, videomuz, paylaşdığımız məlumatlar hər biriniz üçün yararlı olub. Hər birinizdən xahişimiz odur ki, növbəti videolarımızdan anında xəbərdar olmaq üçün kanalımıza abunə olaraq videomuzu bəyənəsiniz. İxtisas seçimi ilə bağlı konsultasiya və yaxud ballar, keçid balları, ixtisaslarla bağlı hər hansı sualınız varsa, suallarınızı videonun aşağısına rəy bölməsinə də bildirə bilərsiniz. Eləcə də WhatsApp nömrəmizə keçid etməklə də suallarınızı bildirə bilərsiniz. Eyni zamanda qeyd edək ki, ixtisas seçimi edərkən əgər özünüz edəcəksinizsə ki, biz bunu çox da məsləhət görmürük. Çünki abituriyentlər yanlış ixtisas seçimi etdikdə onlar kənarda qalma təhlükəsi var ki, bu zaman onlar məcbur olurlar boş qalan plan yerlərinə qəbul alsınlar. Bu zaman isə adı üstündə boş qalan plan yerləri olduğu üçün bəzi ixtisaslar, xüsusilə prestijli ixtisaslar, əsas ixtisaslar üzrə plan yerləri dolmuş olur ki, bu da sizin qəbul şansınızı bir qədər aşağı salır. Ona görə də işinizi, ixtisas seçiminizi riskə atmayın, gələcəyinizi riskə atmayın, işinizi peşəkarlara etibar edin. Bir daha hər birinizə uğurlar arzu edirik. Növbəti videolarımızda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.